bir şirin nəğmədir, necə mənalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, güneş sevdalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, güneş sevdalıdır müəllim ömrü. Eriyir şam kimi, sönür şam kimi, şagird yüreğinde məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Benim sana bir daha tebrik ederim. Sağ ol. 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 Kesin içeri bakımda ben de seninle beraber. Tamam. Nasıl koşuyor? Sen bu ailede bağlırsın. Ben de koşuyorum. Sağ ol, sağ ol, sağ ol. Allah'ım var. Allah'ım var. Hoş bulduk. Əsas odur ki, hamı cəmlənib bilmir. Əsas odur. Orada cəmlənməsə də burada Əsas odur ki, hamı cəmlənib. Özünə şey, nə köynə qıvar. Köynə qıvar. Qocalar döyüşə gedir. Uzun ömür, can sağlığı, həmişə yanımızda olasan. Biz də sənin yanında. Həmişə bir yerdə olan. Çox sağ ol, çox sağ ol. Uzun ömür arzuluyorum Şükür müəllimə. Can sağlığı abi, şükür müəllim. Allah ömür versin. O gün olsun 80 il yüzü qeyd edir. Amin. Amin. Ey ağsaqqalımızın 80 illiyi, 90 illiyi, 100 illiyi bize de ömür versin olur. Amin. Təbrik edirəm. Möhkəm can sağlığı olsun. Can sağlığı. Güzel. Bugünler öyle bir güne gidişmişiz ki bunun ancak tarihtir. Bu tarihtir. Vesselam. Değerli kardeş, əziz dost. Bir dəfə məndən bir xatirə olsun deyə danışıram. Bir xəbər aldı ki, bir dövlət məmurlarından biri. Siz Şükür müəllimin nəyəsiz? Dedim, Şükür müəllim həm əmi oğluyuq, həm dostluq, həm qardaşlıq, həm də mənim rəhbərimdir, təhsil şöbəsinin müdürüdür. Dedi, siz dediniz sözü Şükür müəllim də deyir, siz də eyni sözü deyirsiniz. Dedim, biz həyatda nə öyrənmişiz və idarə etməni məhz Şükür müəllimdən öyrənmişiz. Şükür müəllimə 100 illiğin inşallah qeyd edəcək. Amin. Teşekkür ederim. Her birinize teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Biz de təbrik edə qoşuluruq. Şükür müəllim bizim həyatımızda silinməz izlər bıraxıb vaxtı ilə. 87-ci il mən Əfqanistandan qaydanda o vaxtı veriliş vardı, hünər. Hamımızın yadındadır bəlkə, amma Babək idi aparıcısı. Şükür müəllim onda məktəb direktoru idi. Elə bir orqanizovat eləmişdi ki, televiziyada verdilər həmən verilişi. O xatirələr mənə bir anlıq yaşatdı o indiki dövrdə. Biraz da gördüm ki, Hüseyin müəllim kövrəldi. Oradan da bu tarixə yazılmalı bir iş. Müəllim sizə uzun ömür, can sağlığı arzulayıram. Sağ ol. Siz həmişə bizim Sağ ol. Teşekkür ederim. həmişə qəlbimizdə Sağ ol. Sağ ol. Gelin yol vereyim. Kızlar geçsin. Müəllimlər gəlin bana bir dənə xatirə.
Can sağ olun. Sağ olun. Versin. Şöyle. Sağ olun. Sağ olun. Sağ olun. Hoş geldiniz. Gelin. Hala, hoş geldin. Salam. Salam. Tebrik ederim. Sağ ol. Sağ ol. Sağ ol. Allah size ömür versin. Ben bacım hoş gördüm. Allah uzun ömür Ben size versin. teşekkür Çok sağ olun. ederim. Biz size teşekkür ederiz. Size teşekkür ederim. Geldiğinize göre çok sağ olun. Ha? Sağ olun. Allah can Sağ olun. Her şey yanımızda olasınız. Sağ olun. şükürler. Allah'ımıza can sağ olun. Çok sağ olun. Çok sağ olun. Geç. Beyram. Teşekkür Sağ ol. ederim. Sağ ol Melek. Sağ ol. Allah razı Sağ ol. olsun. Hala, hoş geldin.
Əslində əvvəldə biz ayrı vaxtlarda həyatımda bugün ilk dəfə yaxama olmuşlar. Heç vaxt durmamışam. Allah sana xeyir. Sağ olun. Uzun illər rəhbərlik etmiş, əməkdar müəllim, təhsil fədaisi, ömrünü günü doğma Hacıbabamızın təhsilinin inkişafına həsr etmiş, işıqlı bir ömür yol geçmiş, əməlləri, xeyirxah işləri ilə Hacıbabamların yoldaşında həmişəlik qalan, müəllimlər müəllimi, Məhəmməd Oşkü, Ömrümoğlu'nun 70 illik yubiley işinə yayılmışdır. Məhəmməd Oşkü Ömrümoğlu 1955-ci il aprel ayının birində Qazıməmən, indiki Hacıbalı şəhərində anadan olmuşdur. 1970-ci ildə şəhər 5 nömrəli, indiki 1 nömrəli orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat Fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək doğma məktəbində şəhər 5 nömrəli, indiki 1 nömrəli məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1977-78-ci illərdə hərbi xidmətə başvurulub, yenə həmin məktəbdə əmək fəaliyyətinə davam etmişdir. 1983-cü ilin aprel ayında müəllim kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fərqli fərmanı ilə tərtib edilmişdir. Həmin ilin sentyabr ayında irəli çəkilərək Qazıməmməd şəhər 8 nömrəli, indiki Hacıbalı şəhər 5 nömrəli məktəbinə direktor təyin olunmuşdur. Hacıbalı yarandıqdan sonra 1991-95-ci illərdə rayon xalq deputatları Sovetinin deputatı olmuşdur. 1990-cı ildə irəli çəkilərək rayon təhsil şöbəsinə müdür müavini təyin edilmişdir. 2001-ci ilin yanvar ayında isə irəli çəkilərək Hacıbalı təhsil şöbəsinin müdürü vəzifəsinə təyin edilmişdir. Şükür müəllim işlədiyi müddətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və başqa dövlət idarələri tərəfindən müxtəlif tədbirlər almışdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əməkdar müəllim fəxrlərinə layiq görülmüşdür. 2019-cu ildə isə Azərbaycan Xalq Cumhuriyyətinin 100-illik medalı ilə təltif edilmişdir. Rayon təhsil şöbəsinin müdürü işlədiyi müddətdə rayonun ictimai siyasi həyatında yaxından iştirak edilmiş, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvü, rayon Ziyalar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Hacıbalı rayon təşkilatının sədr müavini olmuşdur. Əziz sədr iştirakçılar, Şükür müəllimin tərcümeyi halına nəzər salsaq, görərik ki, Şükür müəllim işıqlı bir ömür yolu geçmişdir. Salam, sədaqəti yaşından böyük, səmimi, mehriban, ülfət adam, niyyəti saf təmiz, qəlbi xeyirxah, salam bu dünyanın ibrət adamı. Hörmətli tədbir iştirakçılar, bugünkü tədbirimizdə Hacıbalı rayon icra hakimiyyəti başçısı Sevindik Hədəmov, rayon idarə müəssisələr rəhbərləri, rayon təhsil məsələlərinin rəhbərləri, həmçinin uzun illər Şükür müəllimlə bərabər işləmiş və müxtəlif məktəblərə rəhbərlik etmiş, hal-hazırda təqaüddə olan yoldaşlara iştirak edirlər. Çıxış üçün söz verilir Hacıbalı rayon icra hakimiyyətinin başçısı Cənab
bugün bu əziz gündə Şükür müəllimin 70 illiyində buraya yığışan əziz hörmətli qardaşlar, saqqallar, bacılar, analar. Çox gözəl bir gün. Əslində bir neçə müddət Şükür müəllimin ad günü qabaq idi və mən məzuniyyətli olduğuma görə bu vaxtı sağlıq. Şükür müəllim haqqında aparıcı, onun titulları, dövlət tərəfindən qiymətləndirilməsi, bütün hər biri haqqında, Şükür müəllim haqqında hər biri deyil. Şükür müəllim çox böyük bir insandır. Ona görə böyük ki, müəllimdir. Müəllimdən də böyük bir ad yoxdur. Şükür müəllim ona görə böyük bir insandır ki, uzun illər ömrünü, həyatını təhsilə sərf edib, Hacıqabul gənclərinin təhsildə fərqlənməsinə sərf edib və bilirsiniz ki, bütün əmək müəllimdən keçir. Müəllimin özünün də bu həyatda yol tutması müəllimdən keçir. Bir sözlə, bütün təhsil alan və təhsil almayan bütün insanlar müəllimin tövsiyəsi ilə dərs alır. Ona görə də müəllimdən böyük bir ad tanınır. Müəllim çox böyük bir şəxsiyyətdir, böyük bir insandır. Və o cümlədən də Şükür müəllim Hacıqabul rayonunda təhsil alan şagirdlərin, bugün alimlərin, həkimlərin, müəllimlərin, mühəndislərin müəllimidir. Ona görə Şükür müəllim böyük bir insandır. Ona görə də Şükür müəllim sizi təbrik edirik bu 70 ildə. Necə yaşamısınız, sağlam yaşayasınız, bundan sonra da sağlam yaşayasınız və ömrünüzü, gününüzü bu təhsilə qoymusunuz. Bu günləri çox şükür olsun ki, dövlət də sizi bütün qiymətləndiribdir və bundan sonra da hər bir zaman qiymətli olacaqsınız. Və hesab edirəm, hər bir zaman bir rəhbəri kimi bizim də diqqətimiz olasın. Və mən tapşırmışam, xüsusən o şöbəyə ki, sizlərlə daim əlaqə saxlasın və mən özüm də əlaqə saxlayacağım. Siz bizim üçün də çox böyük gərəkli bir insansınız. Ona görə gərək isbət edim ki, siz ən böyük ad müəllimdir. Təhsil rəhbərindən əlavə ən böyük müəllimdir. Bizim üçün də müəllimsiniz. Bizim də müəllimimiz. Ona görə də sizinlə biz hər birimiz fəxr edirik. Hər birimiz fəxr edirik ki, sizin tanıyan, tanımayan və sizin haqqınızda eşidən insanlar hamısı sizin haqqınızda çox müsbət danışır. Ona görə müsbət danışır ki, siz özünüz müsbət danışırsınız. Müsbət olmayan adam haqqında müsbət danışıla bilməz. Siz bu gənclərin inkişafında çox böyük əmək sərf edəmişsiniz. Ona görə siz böyük bir insansınız və siz hər bir zamanda bizim üçün də böyük olaraq qalacaqsınız. Bu günlər biz sizlə birlikdəyik. Siz hər bir zaman bizim yanımızdasınız. Siz təbrik edirik və sizin hələ bundan da bir 10 dəfə, 20 dəfə, bəlkə də 100 dəfə böyük insanlar istəyirdi ki, sizlərlə bir yerdə olsun, sizin 70 ilinizdə sizi təbrik edəsiniz. Amma bu az bir hissəsidir ki, bura yığışmışıq, sizi təbrik edirik. Sizə can sağlığınız buyurur. Az birlik həmişə Allah Taala'nın nə ömür verirsə, o Allah tərəfindən verilir və o ömrü heç kim nə azalda bilməz, nə də uzada bilməz. O Allah Taala sizə nə ömür verirsə, onu sağlam versin, sağlam canla yenə də bu gənclərə böyük nəsihət verəsiniz, gənclərin hər bir zaman yanında olsun. Bir daha təbrik edirik, sağlam canla. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2025-ci il 23 aprel tarixli 71 nömrəli sərəncamı ilə rayon ictimai-siyasi, mədəni həyatında xüsusi fəallığına və uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 70 illik yubileyi münasibəti ilə Şükür Ömürməloğlu Məmmədov fəxri fərmanla tələb edilir. Təbrik ederim. Teşekkür ederim. Tədbir iştirakçıları, Cənab Başçı, hər birinizi xoş gördük bu günləri hamımız üçün, bütün Hacıqabullar üçün dəyərli bir olan Şükür müəllimin 70 yanlı yubileyinə gelişmişik. Şükür müəllimi təbrik etməzdən öncə mən rayonumuzun İcra Hakimiyyətinin başçısı Cənab Sevdiğim müəllimə
öz səmimi təşəkkürümü və bütün ziyalılar adından, rayon ziyalılar adından təşəkkür edirəm ki, bizim rayonumuzun ziyalılarına, ağsaqqallarına həqiqətən çox böyük dəyər verirsin, böyük qiymət verirsin. Mən sizə bu təvəccühdən verirsin. Hamısının əzizi mənim üstündə əziz olan Şükür müəllim, mənim əmi deyə, doğma deyə müraciət etdiyim Şükür müəllim. Mən sizi Yeni Azərbaycan Partiyası Hacıqabul Rayon Təşkilatının adından, şəxsən öz adından, ailə üzvlərinin adından təbrik edirəm. Allah təala sizə hər zaman xoş günlər bəxş eləsin, həmişə sağlam və uzun ömür yaşayasın, hamımızın əzizdə olasınız inşallah. Və mən də Yeni Azərbaycan Partiyası adından sizləri təbrik üçün həm fəxri fərman və hədiyyə təqdim edirəm. Mən sizi təbrik edirəm. Çok sağ olun. Teşekkür ederim. Şəxsi dostumun 70 illik yaşı tanımı. Aşkarasiyat deyir. 70'ini verir lira, ruhtan düşmeyecek hələ. Yüzün qarşılayacaq hələ, inşallah. İnşallah. Bu yolda uğur və aliyyət müvəffəqiyyət arzu edəcək. Cənab Başçı, sizə səmimi təşəkkür minnətlərimizi Qarabağ səfqalarından və şəxsən öz adından. Rayonumuzda bu təşəbbüsün inkişafı mən deyəlim sizin adınızla bağlıdır. Və əminim ki, bundan sonra bu əmənimiz bir daha da davam edəcək və yetişən insanları, əlçə gələn insanlar öz layiqli təriflərini deyil, öz layiqli fikirlərini alacaq. Bu yolda sizə uğur, nailiyyət, müvəffəqiyyət edəcək. Şükür müəllimdən biz uzun müddətin bir yerə fəaliyyət göstərmişik, bir müəllim olaraq. Müəllimlik şərəfli iş, müəllim ömrü şərəfli ömürdür. Ta qədindən hələ Peyğəmbərimizdən üzü dəyir, müəllim əməyinə böyük qiymət verir. Müəllim kəbir deyirlər, vaxtına belə bir şəxsiyyət olur. Peyğəmbərin ən çox inandığı bir şəxsiyyət. Vacibi məsələlərə məktubu onun əliylə göndərəlmiş. Üzü dəyir, müəllimlər haqqında yüksək işi söyləmiş şəxslər çoxdur. Səbi Şirazi deyir, müəllim olarsa özü dərəsir, yetişdirə bilməz bəxtiyar nəsil. Fikrə baxın, fəlsəfiyə baxın, məntiqə baxın. Şükür müəllim maşallah əsl nəsillərdə bəlkə yetişdirmiş olduğu kadrlar bugün ölkəmizin hər bucağında dövlətimizə, dövlətçiliyimizə sadiq və dövlətimizin qorunmasında müstəsna xidmət olan insanlar. Eşq olsun Şükür müəllim. Aşıq Məmmədələ Babayev, vasirimiz, o da mənim haqqında gözəl fikir söylüyor. Deyir, bu bəxtiyar ölkəmizdə şöhrəti var müəllimin. Hər bir eldə hörməti var müəllimin. O, düşməndir ətalətə, elin səsər səadətə, nadanlığa cəhalətə, nifrət var müəllimin. Şükür müəllim, belə müəllimlərdən olur. Ulu əməlimiz müəllimə verdiyi qiymət tamam başladı, müstəsnadır. Müəllim görən kimi ulu öndərə şəxsi özünün bir marağı yaranırdı. Və onun şəxsi ifadəsidir. Onun təbirincə desək, var millət vəkili, var dövlət vəkili. Millət vəkili müəyyən dövr üçündür. Dövlət vəkili isə anadan olduğu gündən həyatı dəyişdiyi günə qədər. Müəllim bu şəkildə olan insandır. Dövlətə, dövlətçiliyə xidmət edən bütün müəllimlər, dövlətin varlığına çalışan müəllimlər dövlət vəkilləridir. Eşq olsun belə müəllimlərə, eşq olsun Azərbaycan müəllimlərinə, eşq olsun onları yaradan bütün bu ümmətdə, eşq olsun Azərbaycanımıza, eşq olsun Ulu Azərbaycana, yaşasın yeni Azərbaycan. Burak başı
Hörmətli cənab başçı, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram və hər birinizə çox saylı müəllim olması adına, ömürlük günlük təhsilin inkişafına, təhsilin müəllimlərin təhsildə inkişafına, cəmiyyətdə özə məsuliyyət tutmuş təhsil fədaisi, Şükür müəllimin bu günlük günlük iştirak etdiyinizə görə çox saylı müəllim olması adına sizə təşəkkür edirəm. Uzun illər Şükür müəllimləşmək içində çalışmışam. Rayon yaradılanda ilk gələn kişilərdən olmuşam və 30 ilə yaxın bu rayonun təhsil inkişafında mənim də müəyyən qədər cüzi də olsa görəvi olub. Lakin bütün bunların hamısı ilk növbədə o dövrdə təhsilə rəhbərlik edən Oktay Səmədoğlu, sonra isə estafeti Şükür müəllimə verdikdən sonra Şükür müəllimin rəhbərliyi altında oldu. Şükür müəllim uzun illər təhsilə rəhbərlik edir. Şükür müəllim çox ciddi, çox sərt, bir tapşırıqdan geri dönməyən və o tapşırıqları layiqcə yerinə yetirməyə tələb olan bir rəhbər olub. Və biz də çalışmışıq ki, öz öyrənimizə verən tapşırığı layiqcə yerinə yetirən və rəhbərliyi qarşısında üzümüz alnımız açıq olsun. Burada oturan yoldaşlarım əksəriyyətin mənim fikirlərini təsdiq edə bilər. Biz rayon yaradılanda çox çətin bir vəziyyətlə üzləşdik. Kasıb bir rayon və rayonun içərisində bir təşkilat içində olsa inzibati bina yox, bizim idarəmiz 5 nömrədə məktəbə yerləşir. Həmin məktəbə bir Şükür müəllimi. Uzun müddət biz orada fəaliyyət göstərdik, sonra digər yerlərə köçürüldük və həmin bir inzibati bina sonra biz orada yerləşdik. Lakin bizim təhsil sayəsində sanki bir mübarizə meydana açılır. Məktəbdə mən deyim ki, bizə rayonunun, digər rayonlarına ayrılmış məktəbdə həm binasına görə, həm təhsildə olan aşağı məliyyələrdə çox olsa, səviyyəsinə görə, müəllimlərin hazırlıq səviyyəsində, şagirdlərin də fəaliyyətinə görə, ümumiyyətlə çox pis vəziyyətdəydir. Hətta bizim təəssüf gəlmir ki, Sovet dövründə İnkişaf elədiyi bir dövrdə rayonda belə geri qalmış məktəblər, məktəbdə döşəməsi yox, məktəb küçükdə bir binalarda yerləşir, şagirdlər dərsi gəlmirlər, müəllimlərin çoxu ilk keçirək bulmuş baxımdan Rusiyanın müxtəlif şəhərlərə edirlər.
münasib unutmayaraq bizə tərəfkarlıqla yanaşdı. Lakin Şükür müəllim eyni zamanda çox səmimi bir rəhbərlik. Hər birimizin qayğısına qalırdı. Hər birimizin çətinliyinə ortaq olurdu. Mən kiçik bir məsələni deyim ki, bir nazirliyə, ya bir idarəyə, ya uzaq bir yerə bir kişisini göndərəndə o işçi qayıdıb gələnə qədər onun gəlməsiyle, onun pulun olup olmamasıyla, onun necə vəziyyətdə olmasıyla bağlı, ya bizə tapşırıq verirdi, ya özünün yaşamağa bağlı. Yəni o, bizim hamımız, yaşca məmurlarımızına böyüydü. Bizim hamımız rəhbərliyi idarə edən Şükür müəllim öyrəndik. Çox çalışdı Şükür müəllim, o qədər çalışdı, bizdən çox işləyirdi o. Bizə tapşırıqlar verirdi, 2 vaxt özü işləyirdi. Bilmədiyimiz işi çağırırdı, körpər uşaq kimi bir şagird, müəllim şagirdə öyrənək bizə öyrənirdi və biz onu davam etdirirdi. Heç bir işçisi işlədiyi illər, 30 ilə yaxın işlədi, bir nəfər işçisini azad eləmədi. Zəif işləyəndə, yaxşı işləyəndə çəkdi yanına, amma işlədi. Çox möhkəm işlədi, çox tələbkarlıqla işlədi. Biz o, necə deyərlər, başını deyərlər, o qədər həyəcan keçirdik ki, görəsən, rəhbərlik bundan razı qalacaqdır və qalmadıqda da yenə bizə öyrənirdi. Hörmətin zənətlərisi, böyük bir həyat yolu keçdi. Çətin və şərəfli həyat yolu keçdi. Bu çətin həyat yolunda bizim çətinliyimizə rəhbərlik edən və bizi bir söykə yeri oldu və Şükür müəllim bizə rəhbərlik elədi. Çox şərəflə işlədi. Bütün sağlamlığı qoydu. Çox xəstələnirdi, baş ağrılar keçirdi, amma bütün bunlara baxmayaraq o içindən sona qədər şərəflə işlədi. Sona qədər onu boşalmadı. Hətta onun bir cümləsi var idi, deyil ki, işin sonunda bir bəzər insan əlin nəzər edər. İşin sonuna qədər bir şərəflə işləməli olur. Bugün qələmi qoyub, açarı qoyub gedəcəksənsə, həmən ana qədər şərəflə işləməlisən. Bizim həyat yolumuzda o çox böyük rol oynadı və bizə örnək oldu. Mən uzun-uzada danışmaq istəmirəm. Yəni, oturan yoldaşlar da çoxsa bilir ki, işləmişik. Bu günləri Şükür müəllim, mən sizə can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Bundan sonraki ömrü sizə sağlıqlı ömür arzulayıram və arzu edirəm ki, çox xəstələr biləsiniz. Cənab Başım, bir daha sizə təşəkkür edirəm. Respublikanın əməkdar müəllimi Gülsah Almazova. Mənim fikirlərim məşəqətlərə, rayon işlərə, vazgeçmələrəm, Şükürlərimin yetişikliyi edilmiş. Mən 88-ci ildə Şükürlərimin rəhbərliyi edildiyi ilişki işlərimi tam burada məktəbə onu müavin eləmişim. Müavin gələndə Yavaş məktəbinə gəlmişdim. Demək olar ki, gündüz məktəbinin heç bir işinə, heç bir sənədləşməsiylə elə bir məlumatım yox idi. Şükür müəllim əlimdən tutub, balaca uşağa necə təlim edərlər bu formada mənim məktəblərim direktor müavini kimi yetişdirməyə nail oldu. 93-cü ildə Şükür müəllim Rəsmi şöbəsinə gedəndən sonra mənim nazirliyim verib bu məktəbləri direktor kimi. Mən qorxdum, Şükür müəllim, mən qorxuram. Mən günləri yeməyə bilmərəm. Çünki mən heç bir işi bilmərəm. Bir qazı sənin xəbərin yoxdur, sən bütün işlərin hamısı özün görmüsən, yazı işlərini. Asasın nə çətinlik olsa, yenə də şöb edirsən. Beləliklə, Şükür müəllim qarşıda gedə, mən də onun əlindən tuta-tuta məktəbə rəhbərlik edilməyə başladım. Və nəticələrimiz də pis olmalı. Onun rəhbərliyi ilə, onun nəzarəti ilə və onun tələbkarlığından öyrənib, mən də tələbkarlıq eləyə-elə məktəbimiz rayonunda seçilmiş məktəblərdən biri oldu və ilin ən yaxşı məktəbi müsabiqəsində qalib çıxdı. Hər il məktəbin Respublika Olimpiadalarında şagirdləri yer tuturdu. Biz həmişə çalışırıq ki, hamıdan irəli gedək və ən çox mübarizə apardığımız Rəzilər Kənd Məktəbinin Yazıqda müəllimi məktəbidir ki,
yenə çox müəllim uşaqları qabul keçirəndə ya biz. Və biz çalışırıq ki, həmişə Rəzələ məktəbindən qabağa keçək və bizim nailiyyətimiz yaxşı olsun. Və bütün bunlar hamısı ondan ibarət edir ki, bizim rəhbərliğində olmamız rayon təhsil şöbəsində Şükür müəllim təşkil edən insan oturmuşdur və bu bizə yol göstərə, istiqamət verə bizim hər bir ali məktəblərə qəbulda nəticələrimiz çox yüksək olur. Və hal-hazırda da rayondan bu məclisə nəzarət edirəm. Təxminən başda Yeni Azərbaycan Partiyasının rəhbəri olan bu günləri İcra Hakimiyyətinin birinci müavini bu günləri böyük məktəb direktorunun burada olmasına bunlar hamısı 5 aydan orta məktəbin direktorlarıdır, müayinələridir və mən fikirdir ki, bizim Şükür müəllim, siz məktəbdə olmaz olsa, siz təhsil şöbəsində olsa, sizin nəfəsiniz o məktəbdə qalmışdır və bunların hamısı bizim ikilidə az qardaş zəhmətinizin nəticəsidir. Allah sizə uzun ömür versin. Və nəhayətdə də mənə əvvəl Ramazan müəllim adını verilməyində, sonra məktəb müəllim adını verilməyində, yenə də sizin zəhmətiniz böyük olur. Mən sizə təşəkkür edirəm. Mən sizə uzun ömür arzulayıram, can sağlığı arzulayıram. Çinlik müəllim, bu günlərin bu tədbirin keçirilməsinə yavaş gedən sizsiniz. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Allah sizə də uzun ömür versin. Can sağlığı versin. Belə tədbirlərimiz bol olsun, bol olsun. Şükür müəllim, Allah gününüz mübarək olsun. Təbrik edirəm. Güzel kararlı bahar gününde başta sıra başçılarına bütün tədbir iştiraklarını sağlamayı düşünməni gücünü yükləyir. O təbiyyəti yaratdığı sıkar bir güzellik aleminde yaratır. Bu yıl onun 70 yaşı tamamladı. Bu hamıya nasip oldu. Allah bunu seçilmişlere nasip. İnsan yeryüzünün mükeşşerleri, insan hayatı, kırma hikayelerden başlayıp romana kadar davranıyor. Şüpheli'nin hayatı, bunların hamısının ötesi hal-hazırda roman hayatıdır. Ben sağlamlarla hayatın müdürlük sırasını yaşayayım. Müdürlük hayatı, təbiəti yaratdığı, rəndələdiyi nəfis sənət əsəridir. Şükür müəllimin həyatı indi romanlarla olur. O müdürlük aləmi çox qaynaşır. Onun həyatı göy quşağının rəngi kimi rəngərəngdir. Hətta həyatının birinci roman hissəsini bugün tamamlayır. Bundan sonraki günlər isə onun həyatının ikinci roman hissəsidir. Gələcək günlərində mən ona Allah'tan uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. İnsan bence xoşbəxt olabilir. Necə istəsə özünün arzuları ilə xoşbəxt olabilir. Siz böyük ilmansınız. Mən kiçik bir zərrəyəm. Siz qoşun dalqasını, mən körpəcə ləhbəyəm. Mən anamla bilası, mən sizinlə görmüşəm. Bu dostluq məclisinə, bu ülkər məclisinə mən şeirlə gəlmişəm. Şükür müəllimin 70 illik jubileyinə yazdığım şeirini sizlər üçün səsləndirirəm. Vaxt yetişir, yada düşür duyğular. Hər ilin bir günü olur ad günü. Sevinir ürəklər, bilir arzular. Şən həyat nəfəsi çalır ad günü. Sevinir həm dost, həm qardaş, bacı. Silinir
üçün qəm hər yanı bəzəyir əlvan tacı, əhdini bahardan alır acı. İlin bir günündə, ildə bir dəfə, yaşının üstünə bir yaşla gəlir. Qonaqlar adlayır sizin təcrübə, əziz gününüzə dostlarım gəlir. Mənalı olur ömrün 70 yaşı, ən güzel zamanı, ən əziz çağı. Bugünkü məclisdə sevinir hamı, tədbir sevindirir gələn dostlar. Gələcək xoş günlər həmdən olsun, hər zaman xoş şahı, xoş günüm olsun. Həyatda dərsərin nə qənim olsun, qardaş, cübleyi mübarək olsun. Yeni yaşın sizə uğur gətirsin, hər arzun cılarsın, qəlbin sevinsin. Allah'tan istəyim, diləyim budur, gələcək günlərin üzünə düşsün. Bugün xatırlasan ötən günləri, yadına düşəcək gənclik illəri. Ne qədər istəsən keçən günləri, geri dönməz tələbəlik illəri. Xəyalım dolanan ötən anlara, uçaraq ardınca bilsə anımda, sabahlı illəri qalan yadında, müəllim ömrünü xatırlayanda. Yavaşlı ömrünə şərəflidir bu ili, bu əziz ilim mübarək. Qəlbində xatirət qalacaq bu il, 70 illik jubileyi mübarək. Sürprizdən salamladı səni bir səs. Sənin jubileydən səndən düşməz. Adın ruhu ilə təbrik edir. Qaranlıqdakı sur sana. Aydın qəlbinin döyüntüsünə bu səhər olmuşsun yanımdadır. Sən indi möhtacsan həzin səsinə. Pənahlık köksündə gizli darlıqlarsan. Vətəndaşım, nədən sən pərişansan. Bu fani dünyada yaxşı ki varsan. Yaşatdıqca kimdir dünyadan doyan. Bir cənnət xoş sözlə şad olursan. Əməkdan gəlmir, tanrılarsan. Qaranlıq gecəni nurlu aysan. O gün olsun çiçək açsın arzular. 80-90 yola salan, yaşaya, qocala, birlikdə dostlar. 150 illiyə ona yolar. 150 illiyə ona yolar. Bugünkü məclisin zövq-ü səfası illər keçsə də tədbir iştirakçılarının yaddaşında bir xatirə çıxaracaq. Lakin şirməyin qəlbində əbədi olaraq yaşayacaq. Diqqətinizə görə söz. Sizin qəlbinizdə bir tanışır. O qadın bunlar olmasa da onun xoşlar Sağ ol.
Qışımız bahar olsun, qaranlıq qışımız. Şükür müəllim, əvvəla mən çox şanslıyam ki, bugün sizin kimi bir maarif fədaikisinin, təhsil işçisinin milli gecəsində iştirak edirəm. Siz böyük hörmət izzət sahibsiniz. Bugün rayon səviyyəsində, başçı səviyyəsində keçirilən bu tədbirin özü də sizə olan hörmət izzətin əlamətidir. Mənim sizinlə bağlı xatirələrim çoxdur, ancaq sıxışdırırlar ki, vaxt darlığına əlaqədar azlanır. Bizim məktəbimiz uzun müddət Azərbaycan Dəmir Yolu İdarəsinin tabiçiliyində olub, ona görə də rayon təhsil şöbəsi ilə mənim əlaqəm olmuyor və şükür müəllimi tanımamışam. Təxminən 1999-cu il idi, hörmətli sahib müəllimlə icra həkimiyyətinin birinci müavini Şükür müəllim bizim məktəbə icra xətti ilə yoxlamaya gəlmişdi. Adətən yoxlamaya gələn adamlar müfəttiş kimi gəlir. Asıl kəsir, doğrayır, ancaq Şükür müəllim çox səmimiyyətlə yanaşdı. Müəyyən məktəblə, sənədlərlə tanış olandan sonra öz müsbət rəyini bildirdi və o vaxtdan Şükür müəllimlə mənim tanışlığım, yaxınlığım başladı və müəyyən məqamlarda təhsillə bağlı olan yeniliklərdə Bakı uzaq olduğu üçün elə mən Şükür müəllimin yanına gələrdim, ondan müəyyən məsləhətləri alardım. Tarih ilə gətirdi ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Dəmir Yol məktəbləri Azərbaycan Dəmir Yol İdarəsinin tabiyyətindən çıxarıb Təhsil Nazirinin tabiyyətinə verirlər və mən Şükür müəllimlə bir yerdə işləməliyim. Şükür müəllim həqiqətən maarifçisidir, maarif fədaikisidir. Düzdür, mən Azərbaycan Dəmir Yol İdarəsinin tabiyyəçiliyində 7 il tədris işləri üzrə direktor müavini, 21 məktəb direktor vəzifəsində çalışmışdım. Özümə məxsus müəyyən həyatı təcrübəm, praktikam vardı. Lakin Hacıqabul təhsil şöbəsinə keçəndən sonra Şükür müəllimin rəhbərliyi altında mən baxdım, gördüm ki, hələ öyrənməyə çox vacib məsələlər var. Və mən Şükür müəllimin rəhbərliyi altında günü-gündən öz təcrübəmi artırdım, öyrəndim və Şükür müəllimlə bizim yaxın münasibətimiz yarandı. Mən deyərdim ki, Şükür müəllimlə o xarakter yaxınlığı bizi yaxınlaşdırdı. Həm Şükür müəllimin mənim işimə verdiyi qiymətə görə biz çox yaxın olduq, səmimi olduq. Mən qısa danışacağım, çox da xatirələr. Onsuz da Şükür müəllim üçün haqqında hamı danışırlar. Və elə oldu ki, deməli 2016-cı ilin yanvar ayında 70 yaşında olarkən Təhsil Nazirinə təyin olmuş Mikail Cəbbarov, yaşı keçmiş bütün direktorlar o gün də mənim əmrimi verirdi. Ancaq Şükür müəllim mənim məktəbdən getməyimə razı deyil, istəmirdi gedən. O Təhsil Nazirliyi ilə danışdı, əlaqə yaratdı və mənim müəllim kimi qalmağıma səbəb oldu. Və il yanında mən müəllim kimi fəaliyyət göstərdim. Şükür müəllim, yalnızca bir dəfə mən bir şeirlidir, altmışım arkada qalanda haçardı. Dedi ki, Ələsgər müəllim yaşam üçün bizə ümid verir. Baxın, görürsün, 60 da arkada qaldı, 70 da arkada qaldı, artıq 80'ə doğru gidiyor. Hələ bundan sonra İnşallah ki, uzun müddət yaşayacaqsınız. Mən da çox danışmıram, çünki imkan verirlər. Ya qoşqar olasan, ya da şahlar. Belə uzalasan uzalanda da. Borandan, tufandan, qardan, yağışdan, belə bax alasan baş alanda da. Quşlar səni deyib gələk yuvadan, adın misal da, dədə babadan. Vətəndən, torpaqdan, eldən, ovadan belə güc alasan güc alanda da. Hər əsən küləklə yarışmayasan, toz olub yerlərə qarışmayasan, alçaq əməllərlə barışmayasan, belə öz olasan öz olanda da. Olsa da qanında qüvvətdən maya, sinənə dəyməmiş güldaş bir qaya, şöhrət gözlərini qamaşdırmaya, başında günəşdən paz olanda da. Şimşək nərəsini məzə biləsən, bu köhnə dünyanı təzə biləsən, öz qaya səbrinlə dözə biləsən, istəyin ləngiyib geçkəndə də. Zəlm xan, dağlara təpə gülməyə, qaya parçalanır, daş tökülməyə, Şükür müəllim, başa qar yağsa da bel tükülməyə, belə qocalasan qocalanda da. Təbrik edirəm sizi, sizə uzun ömrünüzdən Çıxış üçün söz verilir 2-ci Udulu Kənd Orta Məktəbinin direktoru Şükür müəllimin yetirməsi Təbriz Qurbanova. Şükür müəllim, tədbir işdaşları, hər birinizi tanıyırım.
sizi adı münasibətilə təbrik edirəm. Və uzun ömür, can sağlığı var deyirəm. Sizin əziyyətiniz mənim üçün canlanmaz. Mən nə qədər çox istədiyim sözü gözlədirsiniz. Həm müəllim istədiyim dövrdə, həm direkt istədiyim dövrdə. Sizin dəstəqiniz mənim yüksək oldu. Sizin verdiyiniz məsləhətlər məni bu yerə gətirib çıxardı. 3 şey yazıladı, söz deyirdi mənə. Səbirli ol, ədalətli ol və vətəndaş məmnunluğu. Bu 3 şey siz öyrədirsiniz mənə. Bu günləri onların icraatı bizi bu yerə gətirib çıxardıq. Çox mənim eləməndə sizinlə bərabər sizə bir ayrıca təşəkkür edəcəm. Hal-hazırdakı Hazqabul təhsil sektoruna təşəkkür edəcəm. Sizin sayənizdə Hazqabul təhsil sektor bizi ümumi təhsil məktəblərində rəhbərlik işləməyinizdə də çox kömək edirlər. Təşəkkür edirəm, bir də çox sağ olun. Hörmətli qonaqlar, əziz həmkarlar, bugünkü tədbirin mahiyyəti, girişi, səbəbkarı hamıza bəllidir. Şükür müəllim barəsində burada əyləşən və obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyən hər bir şükür müəllimi tanıyan insanlar qəlbi doludur. Şükür müəllim barədə söz demək üçün fürsət güdürlər. Amma zaman etibarı ilə, zaman məhdudiyyəti ilə qısaca lakonik olaraq mən də təbrikimi çatdırmaq istəyirdim. Şükür müəllimlə bizim tanışlığımız 1983-cü ildə, mən 5-ci sinifdə oxuyarkən oldu. Bir şagirdin müəlliminin sözünün həqiqi mənasında bütün ətraflı insani xarakteri, savadlı gələcəyə inanla adlanmasında, əhəmiyyətli rol oynamasında müəlliminin rolu danılmazdır. Şükür müəllim belə bir günündən bizə dərs edəndə, bizimlə müxtəlif görüşlərdə, həmin o Gürcistan müəllimə dediyi məktəbin yerində kiçik bir məktəb vardı. 8-ci sinif orada bitirəndə biz buraxıq sinifi yedik. Orada bizə həmişə deyərdi ki, hədəfi elə götürün ki, ən maksimum, pik həddə, ən yüksək hədəfliyim ki, oralarda qərarlaşasınız. Bu günləri mən də hədəfim yüksək oldu, gəldim, Bəxtiyar müəllim kimi formalaşdım, bir müəllim kimi formalaşdım. Bu yolda hər birinizə uğurlarım, şöyle danışmaq arzularımız çoxdur, lakin vaxtımız məhdud olduğu üçün bir daha sizə sağlam və mənalı ömür arzulayıram. Diqqətinizə görə sağ olun. Şükür müəllim mənim üçün idarə rəhbəri olmayıb. Mənim üçün bu sinirdə bir söz var, əsas. Ata oldu, saçlıqda, böyük qardaş oldu. Bu qədər çətinliklərim oldu ki, mənələrə uyğunlaşın, bu vəsilə çatacaq. Şükür müəllimdən həmişə gözəl istiqamət edib, düzgün istiqamət edib ki, mənələri artıq bu vəsilə çatacaq. Şükür müəllim, sizi burada bu günləri istəyənlərin mən dəyərliyim 10%'dir. Çok güzel bir yüksek geleceğler kendimden sonraki ve siz yerleriniz. Ben de anlar dilerim ki bir kitap peygamber olanlar mütlak sizi değerlendirecek. Şükür ben size can sağlığı arzu ederim ki hemşe bizim için şükürler kimi kalsın. Var olun, yaşayın. Kanallı gelmem, şükürler, tebrik Allah'a emanet. Devlet ediyorum.
hörmətli təsəvvürlərə şükür. İmzada bütün təhsil işçiləri, müəllimləri salamlayıram. Reglamenti pozduğunda ödürsünüz. Şu müəllim imzalında biz gəncləri bugün bura gələrəm. Bugün burada və şəkil çəkilməli bir xoş mənzərə oldu. 2 generasiyanın dəyişilməsi. Bəxtiyar müəllim imzalında zamanında müəllim təhvil gücünüzə rəhbər və bu şükür müəllimin ki, burada bütün müəllimlərimizin gəlməsidir və sizlərə qarşısında hər birinizə təşəkkür edirəm. Sizlər bugün təhsilə, səhiyyə, bütün cəmiyyətin formalaşmasında əziyyətiniz alınmaz. Ona görə sizə çox sağ olun deyə ölçünlər. Sizin imzalı bütün müəllimlərimizin qarşısında təbrik edirəm. Və qısa bir şey deyim də, bugün bizim üçün də humanitar şöhbəsi üçün də çox dəyərli günlərdir. Bizim Qurama müəllimlər az gündür. Qurama müəllimlər bütün səhiyyə işlərini sizə təbrik edirəm. Təbriklər. Hörmətli cənab başlayım, hörmətli qonaqlar, uzun müddətli ailə düşdüyüm və bu gün çox sevinçlə görüşdüyüm çox sayılı təşkilatçılar. Bugün sizi bu tədbirdə görməkdən çox xoşbəxtəm, çox məmnunam. İcazə verirsiniz, sözləri təşəkkürlərlə başlayalım. Mən ilk növbədə mənim 72-ci jubileyimi rayon miqyasında bu səviyyədə, bu tərkibdə, bu şəraitdə keçirilməsinə həm rəhbərliklərinə, həm şərait yaratına, həm şəxsən iştirak etdiyinə görə və eyni zamanda aprel ayının birində, alt günündə, məzuniyyət olmasa baxmayaraq, rayondan kənarı olmasa baxmayaraq, telefon açaraq məni yaxşı bir insanı təbrik edir və rayon şəhərin başçısı, hörmətli sevgili müəllimə dəyərli təşəkkür edir. Eyni zamanda bu tədbirin təşkilatçıları Şirvan Salyan Regional Təhsil Dairəsinin Azqalov rayon üzrə təhsil sektoruna, təhsil işləri Azərbaycanlılar İttifaqı rayon komitəsinə dərin təşəkkürünü bildirirəm. Məni illər uzunu ayaqda dayanmağıma dayaq olan, arxa olan, rayon təhsil şöbəsinin aparatında bizə çəkilməli bir hissəsini görürüz. Mən heç vaxt, heç bir çətinliklə üzrə qoymayan iş yoldaşlarım. İllər üzrə çəpər kimi dayanaraq o təhsil sisteminə hər hansı bir küləyin əsməsi də bir imkan verməyən məktəb rəhbərləri, onların rəhbərlikləri, kollektivlərin hər üzrlərinə dərin təşəkkür edirəm. Çünki bir insan tək başına heç bir şey edilməz. O insana əgər arxası yoxsa, dayanı yoxsa, sözünün üzərindən yoxsa, ortaya salan yoxsa, o insana tək bir şey edilməz. Biz 1993-cü ilin iyul ayında hamı, bütün Azərbaycanlıların yaxından tanıdığı təhsil işlərində, yaxından belə oldu, Oqbər Səmədova Azərbaycanlıda təhsilin rəhbərliyinə bir şey yola çıxmışdır. 93-cü ilin iyul ayından sonra yaranmış səhvlər barədə yalvarı mənlə uzun müddət sinir təhsil şöbəsindən hakim gücü altına verən sözü kişi sözü olan Balxan müəllimə hər şeyi buradan qırğalına qədər dedi. Biz həyat davam edik. 2001-ci il Oqbərlə Milli Məclisə deputat kimi fəaliyyət göstərməyə başlayandan sonra mənim ölkədə şükürlərlə iştirak. Çoxların ardınca ki, nəzə bu şükürlər mənim oldu. Təbii çərçəvəyə keçir. Oqbər müəllim bugün pedagog özələsində olduğu kimi elmi sahədə fəaliyyətlə davam edir. Bugün bunlar Servasiya Şurasının esası sahibi, ona görə bu günləri Oqbər müəllim o tələbdə iştirak edir. Dünən də var. Bugün səhər bizdən də məni təbrik edir və xahiş edir ki, mən salamlar təbrik iştirakçılarına saxlarasam və mən onun o belə deyək, çalışığını yerinə yetirəm. Amma hər şeyi bizə bilmək lazımdır ki, insan heç vaxtında uşaq qalmır. Ne yiyeyim olalım, ne genç qalmır. Allah yaradan ömür belə ki, həyat adam edir. Amma bu ömrü yaşamağa da var. Ömrü necə yaşayacaqsın? Ömrü yaşamağa, o bəzən alın yarısı insan öz halın yarısı öz əməlləri ilə dəyişir. Öz fəaliyyəti ilə dəyişir. Mən də çalışdım ki, mənə etibar olan işə əlimdən gəlmək edeyim.
20 il ərzində biz hazırlıq təhsilində müəyyən işləri görə bildik. Girəndə mən Cənab Başına xahiş edim, girişdə orada səhəri yazılmışdı. Biz çalışdıq, həm işləri görərək, həm də onun tarixini çəkdik. O səhərində Azərbaycanın təhsil tarixi ilə bağlı 8 kitab çapılığını orada qoydu. Biz bu kitabları Rayon Tarih Yaşlı Muzeyinə hədiyyə etdik. Kitab kimsə sizdən sonraki illərdə bu rayonda bir təhsil sahəsi hədəfə yaşamaq istəyəndə ondan istifadə edilsin. Özünü tərifində heç bir şey yazıb, görmə daha heç bir belə deyək, lazım deyil. İşlədik, əziyyət çəkdik. Amma əziyyətimizi də insanlar dəyərləndirlər. İnsanlar necə dəyərləndirlər? Mənim bildiğim sözü ağır insan gəlirlər. Uyduğum hədəflərin bağlı insan gəlirlər. Hədəflərimiz də saxlıdır, niyyətimiz də saxlıdır. Bu saxlıq bizi xeyli yollara qazanmağa hədəfsəndir. Bugün isə artıq yaş 70'e çatıb, biz hamımız əksəriyyətlə yaş olan insanlar bərabərlər, amma izlərimiz iş yerlərimizdə qalır. İzlərimiz həyatda qalır. O izlərimiz isə bugün bizim yolumuzu şərəflə davam etdirən insanlardır. İnsan tutduğu əməli əvvəlcədən düşünməlidir. Mən çalışdım ki, işlədiyim bu illərdə nə mənsub olduğuma ailəyə, nə mənim doğmalarıma, nə mənim iş yoldaşlarıma, nə mənə etibar göstərib vəzifələrə təyin edən adamlara adına xərər gətirəcək qaransı qıratmalar. Çətin oldu. Amma bugün alınasılığı, üzü o çətinliklərin hamısını silib aradan gördük. Mənim əzizlərim, çox sevindirici haldır ki, bugün bizim qeytirmələrimiz rayonun həyatında fəal iştirak edirlər. Bu bizim ən böyük hədiyyəmizdir. Bizim ən böyük hədiyyəmizdir. Təbii, mənim əməyim ölkə başçısı tərəfindən çox yüksək dəyərləndirir. Ən böyük təşəkkür ölkə prezidenti Cənab İlham Əliyevə mən ünvanlayıram ki, sadə bir müəllimin əməyini əməkdar müəllim deyirəm. Bir dağla, belə deyək, qiymətləndirir. Mən yaxdan orada oturanda bir anlı bir şey xatırladım. Təxminən 26 bindən qabağa məhalı xatırlərim. 1999-cu ildə Hacıqabul rayonunda, o rayon yaranandan sonrası Oktay müəllim təhsil şöbəsi müdürünə mabil olanda, o vaxtlar rayonda yeganə əməkdar müəllimi mərhum Bilqis Məmmədova idi. Biz 1999-cu ildə onu 70-ci jubileyi keçirmişdik. Mən orada cavab edim. Yəni, heç ağlıma da gəlmir ki, Hasansa mən də 70 yaşına çatacağım. Mən də heç düşünə bilməzdim ki, Hasansa mən əməkdar müəllim olacağım. Amma insan çalışanda, insan düz yolu tutanda çox məsələlər həll olur. Bugün bizi gənc nəsil əvəz eləməyə başlayır. Cənab Başçı, bu tədbir bu günləri təkcə mənim jubiley tədbirini hesab etmirəm mən. Bu, sizin rəhbərliyinizlə bugün təhsil sahəsində idarə etməyə yeni gələn gənclər üçün bir həyat məktəbidir. Onlar görürlər ki, bugün təhsil sahəsində əziyyət çəkən adamlar sizin rəhbərliyinizlə necə dəyərlənir. Ona görə də mən hesab edirəm ki, bugün təhsil sahəsində çalışan gənc məktəb direktorları var. Təhsil sektorunda gənc təhsil işçiləri var. Onlar bugünkü tədbirdən sonrasına daha həvəslə işləyəcəklər. Bugün bu bir nümunədir ki, çəkilən əziyyət dəyərsiz qalır. Mən sonunda bugün bu tədbirdə, mənim 70 jubileyində iştirak edən hər kəs vaxt ayırdığına görə, gəldiyinə görə, məni sevindirdiyinə görə, bütün təhsil sevindirdiyinə görə hər birinizə sonsuz təşəkkürlər edirəm. Çox sağ olun. Bugün bizler için de çok büyük, önemli bir gün oldu. Sizlerin burada iştirak edilmesine çok sevindik. Bu günleri Aziz Ömer Nasri müəllimin və bildiğim kimi müəllimin en yüksek bir adı yoktur. Bizim her birimizin hayatında, bugün buraya çıkmasında səbəbkar müəllimlər. Ona göre de her birimiz müəllimlərimizə çok borçluyuz. O cümlədən şükür müəllim, burada işleyen, çalışan ve burada olmayan insanların hayatında şükür müəllimin əməliyyat çok büyük. Sadece olarak şükür müəllim hakkında danışmaq
günlərlə, aylarla olar. Bilirsiniz ki, rayonlarında işlər çoxdur. Bugünkü bu tədbirin keçilməsi Şükür müəllimin yanında olmasıydı. Və bundan sonra da biz hər birini şəxsən mən Şükür müəllim burada danışaq. Burada olsam da, olmasam da, harada olmasam sonra Şükür müəllim mənim üçün müəllimdir, əzizimdir, valideynimdir, qardaşımdır, böyük qardaşım. Allah Şükür müəllim sizi bir daha canı sağlam olsun, sağlamdan versin və ya bu müəllimdən bir yerdir, o sizə həm də özünə daxıladır. Və sizə arzulayıram ki, yaxşı, sağlam, candan ömür başlamasın. Çünki bu ömür müvəqqətidir, bir ömürdür, ikinci ömür heç kim yaşamadı. Və çox gözəl də yaşamışsınız. Çox insanlar, sizi çox bütün insanlar, tanıdığım insanlar sizin haqqınızda həmişə yüksək danışır, bugün də yüksəkdir. O göstərir ki, sizin ədalətə qiymət verirsiniz, insanlara qiymət verirsiniz və sağlam yaşamışsınız. Və bundan sonra sağlam yaşamaq arzulayıram. Canınız heç vaxt ağlamasın. Bir də arzumuz ki, heç vaxt sizin canınız ağlamasın və özünüzə möhtac olasın. Allah sizi qorusun, Allah bir daha sizin şeyler. Respublikanın əməkdar müəllimi, uzun illər Hacıqabul rayon təhsil şöbəsinə rəhbərlik etmiş, Şükür Məmmədovun 70 illiyinə həsr olunmuş, tədbirimiz sona çatdı. Tədbirimizin iştirakınız üçün hər birinizə dəyərli təşəkkür edirik. Sağ olun. Əli gətir, hamının əlinə sənin əlini düşdü, mənsə.